hər istədiyini etmək azadlıq deyil. Bugün bir çox insan hər istədiyini edə bilməyi azadlıq hesab edir. Heç kim ona qarışmasın. İstədiyi kimi yaşasın. İstədiyini desin, istədiyini etsin. Halbuki, ərhədsiz azadlıq insanı xoşbəxt etməz. Bəzən onu yavaş-yavaş məhv edər. Azadlıq adı altında insanlar nə itirdiklərinin fərqində deyirlər. Bir cəmiyyət nə vaxt dağılır bilirsən? İnsanlar özbaşınalığı azadlıq sandığı zaman. Əsl azad insan kimdir bilirsən? Nəfsinə yox deyə bilən insan. İnsan düşünür ki, sərhədsiz olmaq azadlıqdır. Halbuki, sərhədsizlik çox vaxt uçurumun başlanğıcıdır. Bəzən insanı zəncirləyən şey başqaları yox, elə öz nəfsi olur. Çünki insan çox vaxt azad olduğunu düşünərkən, əslində nəfsinin köləsinə çevrilir. Nəfsi nə istəyirsə, onun arxasınca gedir və bunu da mən azadam deyə müdafiə edir. Halbuki, həqiqi azadlıq hər istədiyini etmək deyil, lazım gəldikdə öz nəfsinə yox deyə bilməkdir. İnsan hər istədiyini etsəydi, dünyanın nizamı qalmazdı. Çünki sərhədsiz azadlıq çox vaxt insanı da, cəmiyyəti də uçuruma aparır. Necə ki, Uca Allah buyurur, əgər haqq onların nəfslərinin istəklərinə tabi olsaydı, göylər, yer və onlarda olan hər şey korlanıb gedərdi. Möminun surəsi 71-ci ayə. Deməli, insanı insan edən şey hər istədiyini etməsi deyil, istədiyi halda belə dayanmağı bacarmasıdır. Heyvanlarda sadəcə istəyinə görə yaşayır, nəticəsini düşünmür. Dəli isə heç bir sərhəd tanımır. Amma insanı fərqli edən ağlıdır, vicdanıdır, imanıdır. Ağıl insana harda dayanacağını öyrədir. Vicdan doğru ilə yanlış ayırır. İman isə insanın nəfsinin deyil, Allahın razılığının arxasınca getməyə çağırır. Çünki həqiqi azadlıq nəfsinin arxasınca sürüklənmək deyil, nəfsinə hakim ola bilməkdir.